Salam, hər birinizi xoş gördük kanalıma. Dərsin izahına keçməzdən öncə ənənəvi olaraq onu xatırladım ki, mənim Zoom platformasında təşkil edəcəyim ödənişsiz yay dərslərinə qoşulmaq istəyən hər kəs video başlığındakı əlaqə nömrəsi ilə əlaqə saxlaya bilər. İxtisasından, yaşından, oxuduğu sinifdən və sair nümayəndəliyindən asılı olmayaraq, istəyir Azərbaycan dili fənnindən, istərsə də ədəbiyyat fənnindən dərslərimizə qoşulmaq istəyənlər yaza bilər. Öz seçiminizdə artıq. Biz bugün haqqında danışacağıq leksikadan, yəni leksikologiyanın ikinci hissəsini çəkirik. Bugün ümumişlək və ümumişlək olmayan sözlər, onların qrupları, həmçinin frazeoloji birləşmələr haqqında danışacağıq. Nədir ümumişlək sözlər, nədir ümumişlək olmayan sözlər? Çox keçmədən başlayaq artıq. Videonun müddəti uzun olmasın deyə mən lövhəyə bir qeyd elədim. 1. Ümumişlək sözlər. Ümumişlək sözlər mənası hamı tərəfindən başa düşülən, anlaşılır olan, əlavə heç bir izaha ehtiyacı olmayan sözlərdir, söz qruplarıdır. Kitab, qələm, dəftər, məktəb və s. Ümumişlək olmayan sözlər isə 4 əsas qrupa bölünür. Birincisi dialekt sözlər, ikincisi terminlər, üçüncüsü yeni sözlər, dördüncüsü isə köhnəlmiş sözlərdir ki, onlar da öz aralarında məna qruplarına, bölgü prinsiplərinə görə bölünəcək. Deməli, birinci haqqından danışmalıyıq biz terminlərdən. Terminlər ixtisas peşə mənşəli sözlər hesab olunur. Yəni terminləri biz əslində müxtəlif kateqoriyalar üzrə bölə bilərik. Məsəl üçün fizikaya aid terminlər var, Azərbaycan dilinə aid ədəbiyyata, tarixə, biologiyaya, kimyaya, hər elmin, yəni demək olar ki, özünə məxsus xüsusi terminləri var ki, həmin terminlər müəyyən ixtisas peşə mənşəli sözlər tərəfindən başa düşülür. Dildə bəzi elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Termin. Yəni termin deyəndə aşağı siniflər üçün danışıram hələ ki, yəni bu izahatım çətin anlaşılan, belə sizi çaşdıran, ilk dəfə gördüyünüz sözlərin əksəriyyəti termin olacaq. Məsəl üçün fiksaj, məsəl üçün sinekdoxa, məsəl üçün metafor. Hər nümunənin təbii ki, bir neçəsini yazıram. Hər nümunə çəkdiyimi təbii ki, lövhəyə yazsam artıq alınmaz. Çünki əzbərdən daha çox mahiyyəti başa düşməliyik biz. Yəni, metafor ədəbiyyata aid bir anlayışdır. Ədəbiyyat terminidir. Yəni, onu deyir ki, bu sahənin, bu peşənin insanları daha yaxşı bilir. Amma indi metaforu yəqin ki, bilməyən olmaz. Biz dedik ki, terminlər, elə sözlər var ki, dildə dedik, yalnız termin kimi işlənir. Bayaq çəkdiyim sözlər yalnız termin kimi işlənənlər idi. Elə sözlər də var ki, həm termindir, həm ümumişlək sözlərdir. Məsəl üçün güc, məsəl üçün zərf, məsəl üçün xəbər. Güc fizikada da var, bir də bildiyimiz o istifadə etdiyimiz güc anlayışı. Xəbər Azərbaycan dilində cümlə üzvüdür, həmçinin deyir kiməsə xəbər çatdırmaq və s. Yəni budur, həm ümumişlək olub, həm termin kimi aid olan sözlər. Terminlər dedik ki, daha çox elmi üsluba aid olur. Demədik, indi deyirəm. Terminlər daha çox elmi üsluba aid olur. Terminlərin xarakteri xüsusiyyətləri var. Emosionallığın olmaması, yığcamlıq, daha sonra yeni söz yaratmamaq, yəni söz yaradıcılığında iştirak etməmək mənasında başa düşülür son izahımız. Daha sonra lakin dildə deyir, humanitar fənlərə aid olan heç də azmaz termin yoxdur. Yəni, humanitar fənlərə aid milli terminlərimiz də var. Məsəl üçün, yazaq, metafor yazmışdıq bayaq. Yəni, onun milli qarşılığını biz vermişik. Metafor nədir? Köçürmə. Deyir ki, biz söz yaratma üsulu ilə həmin o termini milli qarşılığında bir başqa termin yaratmışıq. Yaxud da təşbih yerinə bənzətmə nümunəsində çəkə bilərik bura və s. Bu qədər terminlərdən terminləri nəzərə alaq ki, yığcamlıq, emosionallığın olmaması, yeni söz yaratmamaq və s. elmi üsluba aiddir. Həm ümumişlək, həm termin kimi olan sözləri sadaladıq, yalnız termin kimi olanları, həmçinin dildə qarşılığı olan bəzi sözlər. Bu qədər. Terminlərdən elə də uzun-uzadı danışmağa ehtiyac yoxdur, hətta çox da danışdıq demək olar ki. İkincisi yazmışam dialektizmlər. Dialekt sözlər ayrı-ayrı bölgələrdə, rayonlarda işlədilən söz qruplarıdır. Dialekt sözlər. Yəni həmin sözləri tutalım ki, bizdə dialekt sözlərin daha çox olduğu ərazilər
Gəncə Qazaxdır, Şirvan zonasıdır, Cənub zonasıdır və s. Yəni oradakı bəzi sözləri sırf həmin coğrafi ərazidə yaşayan insanlar daha çox işlədir. Hansı ki bunların deməli ədəbi dildəki biz qarşılıqlarından danışmalıyıq. Doqqaz nədir onun qarşılığı? Doqqaz yazmışam qapıdır. Digər alaçıq deməkdir. Gəvəzə boşboğaz, çox danışan deməkdir. Yelpənək, gülbəsar, xiyar deməkdir. Lapdan, qəfildən, anidən mənasındadır. Nalça, nimdar, döşəkçə deməkdir. Hancarı, necə, bu daha çox hər halda Gəncə Qarabağ zonasında işlədilir. Anarı o tərəf, ayrı, o yan mənasında. Əsrüç, sərxoş, qəməlti, bıçaq deməkdir. Becid, tez-tez deməkdir. Deməli, Peyğəmbəri, Məkə, Qarğundey, Kəbə, bunlar qarğıdalı deməkdir. Və s. hamısını yazmışam. Bu sözləri istəsəz qarşılığı ilə birlikdə əzbərləyin. Məsəl üçün, anarı o tərəf, yaxud da birinci tərəfləri əzbərləyin. Çox güman ki, qəbulda bunların qarşılığını istəyəcək ayrıca bir sual olmaz. Çox güman yox, %100 olmayacaq. Amma desək ki, sizdən test toplularında Dimin buraxmış olduğu topla daha çox düşür. Dialekt sözləri göstərib birinci tərəfi əzbərləyirik. Yəni ki, daha çox dialektlər, testə düşən dialektləri mən yazmışam həmin hissəyə. Sonra ikinci belə bir bölgü yazmışam. Dialektizmdən, yəni öz coğrafi mövqeyindən, dialekt ünsüründən bəzi sözlər çıxıb, ümumiləşmiş sözdə öz qarşılığını necə tapıb? Birincisi, sayrışmaq sözüdür, parlamaq mənasında. Qəlbi, hündür mənasında. İlğım, yazmışam ki, quru çöllərdə buxarın insanın gözünə su kimi görünməyi. Faraş, tez yetişən, bu meyvə tərəvəzlə bağlı olan sözdür. Bir də deyir, qənşər, qabaq mənasında. Nə deməkdir bu? Birinci yazmış olduğum bölgü, yəni birinci tərəf ayrı-ayrı bölgələrdə işlədilir, yalnızca. Ədəbi dildə onların qarşılığı yoxdur. Necə qarşılığı yoxdur? Qarşılıqları var. Yəni ədəbi dildə birinci tərəflər işlənmir, ikinci tərəf işlənir. Amma bu sözlər artıq demək olar ki, ədəbi dilimizə keçib ümumiləşmiş olan sözlər sayılır. Yəni hamı bunların mənasını başa düşür. Bunlar da əvvəlcə deməli dialekt sözlər olub, lakin o qədər işlənib ki, keçib nə olub? Ümumiləşmiş sözlər olub. 5-6 dənə sözdə bunları əzbərləyirik, olduğu şəkildə də testə düşəcək. Dialekt sözlər bu qədər. Dialekt sözlər də təbii ki, funksional üslublarda işlənəcək. Daha çox dialekt sözlərdən biz məsəl üçün məşhəd üslubunda istifadə edə bilərik. Həmçinin bədii əsərlərdə obrazın nitqini və yaxud da həmin o coğrafi ərazinin insanlarına xas olan xarakteri xüsusiyyətləri onların nitqində əks etdirmək məqsədi ilə bəzi əsərlərdə rast gələ bilərik və s. Bu məqamlara da fikir verək. Deməli, köhnəlmiş sözlər anlayışı. Köhnəlmiş sözlər zaman aşımına uğramış anlayışlardır. Köhnəlmiş sözlər iki qrupa bölünür. Var arxaizmlər, var tarixizmlər. Hamısının belə bölgüsünü yazmışıq. Belə. Birinci yazmışam tarixizmlər. Tarixizmlərdə bizim açar sözümüz ölçü, çəki, geyim, rütbə və pul adlarıdır. Deməli, tarixizmlərlə arxaizmlər biz niyə də qarışdırmalıyıq? Tarixizmlər odur ki, adından da göründüyü kimi bu anlayışlar onu ifadə edən əşya ilə birlikdə tarixə qovuşub. Belə. Ölçü, çəki, geyim, rütbə və pul adları, yəni bunlardan harda görsəz, bilin ki, nədir? Tarixizmlərdir. Kəndxuda, mülkədar, çuxa, bilirik də, bax, kəndxudadır, mülkədardır, sonra darğadır. Bunlar şəhərin yaxud da hər hansı bir ərazinin idarəsində olan insanlardır. Həmin onların vəzifəsini bildirmək məqsədi ilə işlədilir. Sonra çuxadır, xurcundur, bəlli məsələdir mənaları. Deyir, xurcunundan bir şey çıxartdı, yəni kisəsindən. Çuxa böyük kisə mənasında. Dinar pul vahididir. Töycü tarixdən vergi və mükəlləfiyyətlərdən bilirik. Kolxoz, savxoz və s. anlayışlar hansı ki, məsəl üçün 20-ci əsrin əvvəllərində bu anlayışlar geniş şəkildə yayılmış olsa belə, həmin o deməli Sovet ideologiyasının o həmin dövrü bitəndən sonra artıq bu anlayışlar da dilimizdə sıradan çıxdı. Sonra Abbasi və s. Batman sözlərini yazmışam. Yəni bunlar tarixizmdir. Yəni bunları biz başqa yerdə, başqa şəkildə görməyəcəyik artıq. Bir dənə işlənmə yeri bax budur. Amma arxaizmlərdə yazmışam ki, yenisi ilə əvəz olunur. Yenisi ilə əvəz olunma nədir? Yəni, həmin söz anlayış etibarilə qalır dilimizdə, anlayış etibarilə dilimizdə qalır, lakin adı dəyişib.
İraq uzaq mənasında, altun qızıl mənasında, ayıtmaq, yağmalamaq, damu, tamu, tanı, uz, baqqal və s. Hamısı mənalarını deyə bilərik əslində. Ayıtmaq demək, yağmalamaq, oğurlamaq, damu, tamu, o cənnət-cəhənnəm söhbətidir burada, cəhənnəm, tanıq şahidi, uz ağıldır, baqqal dükandır, ərzaq dükanı və s. mənalarında işlədilir. Yəni, hazırda dilimizdə baqqal sözü deyir yoxdur, amma dükan anlayışı var da, düzdürmü? Mağaza anlayışı var. Yaxud da tanıq deyə bir anlayış yoxdur. Türkçəsində tanıq sözü işlədilir bu arada. Söhbət bizim dilimizdən gedir. Tanıq nə deməkdir? Şahid deməkdir, şahid olunma deməkdir. Şahidlik hələ də qalıbda dilimizdə. Tanıq sözü yoxdur, sadəcə deyir onun əvəzinə başqa bir şey yaratmışıq. Yəni arxaizmlərdə verilən bu sözlər yenisi ilə əvəz olunur. Yenisi ilə əvəz olunur. Amma dediyimiz kimi tarixizmlərdə isə söz onu ifadə edən məfhumla birlikdə, əşya ilə birlikdə tarixə qoşulub, artıq işlədilmir. Bu qədər. Bu qədər sadə. Aha. Sonra yazmışam ki, fonetik tərkibcə dəyişməyib, yeni məna qazanan sözlər var. Bu köhnəlmiş sözlərin içərisində. Nə deməkdir bu fonetik tərkibcə dəyişməyib, yeni məna qazananlar? Mən dedim ki, arxaizmlərdə nə dedim? Arxaizmlərdə söz yenisi ilə əvəz olunmalıdır. Məsəl üçün, altun sözü, ayıtmaq sözü. Altun dedim ki, indi qızıl mənasında işlədir. Yəni, qızıl deyirik, altun sözü demirik. Amma deyir ki, bu lövhənin ən sonuna yazmış olduğum sözlər var. Həmin sözlər keçmişdə başqa bir mənanı bildirib. İndi həmin sözün adı qalır, amma mənası dəyişib. Bu məqamlara fikir verək. Məsəl üçün, kəpənək o vaxtı yapıncı demək imiş, indi həşərat deməkdir. Arı, o vaxtı aydan arı sudan durur, yəni təmiz demək idi, indi o da həşərat deməkdir. Yaxud da ağac, o vaxtı məsafə bildirib, yəni o deyib bir ağacdan ikinci ağaca qədərsə, nə bilim, neçəsə kilometr bir məsafəni bildirir. İndi nə deməkdir? Bitki deməkdir ağac. Don. Deyir, donluğumu aldım, yəni maaşımı aldım. O vaxtda o anlamda işlənib. İndi don sözü paltar geyim mənasında işlədir. Dəli. Məsəl üçün, Koroğlunun dəliləri var idi. Düzdürmü? Dəli belə igid, qorxmaz, cəsur mənasında o mənalarda işlənib. Amma indi dəli deyir, yəni ruhi xəstəyə biz deyirik. Gümrah o vaxtı yolunu azmış şəxslərdir, amma indi sağlam. Kişi o vaxtı adam mənasında, məsəl üçün deyir, bir kişi gəldi, yəni bir nəfər adam gəldi, indi cins mənasında işlədirik. Uçmaq cənnət demək imiş, indi olub dağılmaq. Yəni uçmaq feili əslində, uçmağın bir neçə mənaları var, təbii ki, göydə uçmaq, belə uçmaq, dağılmaq mənasında, uçdu mənasında və s. Yəni bu bir mənalarından biridir. Yazı çöl demək imiş, amma indi yazı mətindir. Və s. Yəni, bir də ümumləşdirirəm. Arxaizmlərdə söz yenisi ilə əvəz olunur. Bax, bu sözlər altundur, ayıtmaqdır, yağmalamaqdır. Hazırda dilimizdə işlənmir, onların qarşılığı işlənir. Amma fonetik tərkibcə, yəni o vaxtı necə deyilibsə, indi də həmin şəkildə qalır. Kəpənək dedim, arı dedim, ayaq dedim, gümrah dedim, kişi dedim və s. sözləri olduğu şəkildə qalıb, amma mənaları dəyişib. Bunları bir dənə yadda saxlayaq. Mən çəkilirəm, lövhənin ekran görüntüsünü alın. Lövhəyə belə bir anlayışlar yazdıq. Deməli, biz haqqında danışacağıq frazoloji birləşmələrdən. Dildə birləşmə iki cür olur. Sabit və sərbəst söz birləşmələri. Biz bugün haqqında danışacağıq sabit söz birləşmələri, yəni frazoloji birləşmələrdir. Sabit. Yazmışam ki, tərkibcə dəyişmir. Tərkibcə dəyişmir, amma necə dəyişir? Formaca dəyişə bilir. Frazoloji birləşmələr tərkibcə dəyişməz olur. Amma formaca dəyişə bilər. Formaca bilər. Məsəl üçün, formaca dəyişə bilər nə deməkdir? Yəni, frazoloji birləşmə daxilindəki tərəflər arasındakı sözlər öz ilkin əsas mənasını saxlasın, amma ora qoşulan şəkilçilərdə müəyyən deformasiyaya uğramaq hadisəsi ola bilər. Məsəl üçün, nə yazar? Deyərəm ki, qız özündən çıxdı. Möhtəşəm yazımızla. Qız özündən çıxdı. Baxın, buradakı d-d-d şəkilçisidir, düzdürmü? Həmçinin deyə bilərəm ki, qız özündən çıxır. Nə bilim, çıxacaq və s. Yəni, özündən çıxmaq məslərinə mən əlavə olaraq
dəyişikliklər edirəm də, yəni mənanı qoruyub saxlayıram orada. Yəni oradakı mən şəkilçiləri dəyişirəm sadəcə. O deməkdir ki, yəni formaca, yəni şəkilsiz cəhətdən dəyişə bilər, amma tərkibi, yəni sözlərin birini başqası ilə əvəz eləyim, durum mənanı dəyişdirim, o söhbətlərə yol verilmir. Sonra yazmışam ki, müxtəlif cümlə üzvü olur. Ola bilər, bəli. İndi bunu izah edərək. Cümlədə ism xəbərdə ola bilər. Təhlil zamanı sadə cümlə üzvü olur. Ümumiyyətlə bunlar sadə cümlə üzvüdür. Yəni mürəkkəb cümlə üzvü sayılmayacaq. Tərkibindəki sözlər öz ilkin əsas mənalarını itirməyəcək cümlə daxilində. Bu qeydləri götürün bir dənə. Onun müxtəlif cümlə üzvü şəkildə işlədək biz. Aha. Bu qeydlər vəsaitlərdə az verilən qeydlərdir. Yazmışam ki, müxtəlif cümlə üzvü vəzifəsində işlənə bilir. Məsəl üçün, mübtəda da ola bilir, xəbər də ola bilir. Gəlin biz onu təyin kimi də işlədək. Yazaram ki, o özündən çıxdı. Nə etdi? Özündən çıxdı. Kim? O. Xəbər vəzifəsində işləndi mi? İşləndi. Təyin kimi. Yazaram ki, mübtəda kimi hələ işlədim sonra. Özündən çıxanlar nə bilim iclasa gəldi, yaxud da gəldi. Özündən çıxanlar gəldi. Nə etdi? Gəldi. Kim? Özündən çıxanlar. Eyni bir nümunəni çalışıram, işlədim ki, yəni daha rahat tutaq mənanı. İndi başqa bir nümunədə deyərik, problem deyil. Təyin kimi işlədək. Yazaram ki, özündən çıxan qız, çıxmış qız da yaza bilərəm ha. O heç bir problem yoxdur. Özündən çıxan qız oturdu. Nə etdi? Oturdu. Kim? Qız. Hansı qız? Özündən çıxan qız, özündən çıxmış olan qız. Və s. Yəni bu məqamlara fikir verək. Yəni müxtəlif cümlə üzvü vasitəsi, müxtəlif cümlə üzvü kimi də işlənə bilir. Frazoloji birləşmələr. Sonra frazoloji birləşmələrdə sintaktik təhlilin aid nümunələr yazarıq. Yəni frazoloji birləşmələrdə amonimlik, sinonimlik, antonimlik məqamlığı var. Amonim, sinonim, antonim. Amonim nə idi? Biz ötən dərsimizdə də dedik. Yəni hər iki tərəfi ayrıca məna tayına, başqa məna tayına aid olsun. Məsəl üçün, can vermək, ürək vermək, başa vurmaq, göz dikmək, baş girləmək, bağı çatlamaq, göyə çıxmaq. Bunlar nədir? Hamısı frazoloji amonimlərdir. Frazoloji amonimlər. Testdə ən çox düşən sözlər. Məsəl üçün, can vermək. Deyərəm ki, xəstə can verdi. Ən sadədir, bunu yazmayaq. Biraz cümləni dəyişək. Yazaq, günəş bitkilərə can verdi. Bir də deyərəm ki, o atasının qollarında can verdi. Günəş bitkilərə can verdi deyəndə birinci tərəfdə, birinci deməli sözümüzdə, cümləmizdə işlədilən həyat verdi, can bağışladı, doğulmaq mənasında işlədilir. İkincisində isə ölmək mənasında işlədilir. Yəni bunlar amonimdir, can vermək sözü. Başqa-başqa mənada işlədilir. Yaxud da bir dənəsində deyək, başa vurmağı yaza bilərik. Məsəl üçün deyir, etdiklərini mənim başıma vurdu, yəni başıma qalxdı. Bir də nə deyərəm? Bir də deyərəm ki, o təhsilini başa vurdu, yəni bitirdi mənasında. Yəni ayrı-ayrı məna verirdi amonimlərdə, düzdürmü? Yəni bir-birinə tamamilə zid, əks başqa mənaları verirdi. Antonimlərdən qarışdırmayaq. Daha sonra bu oldu bizim frazoloji amonimliyimiz. Frazoloji sinonimlər nədir bəs? Frazoloji sinonimlərdə ümumiyyətlə onu qeyd edək ki, bu frazoloji amonim, sinonim, antonimliyin qarşılığı da frazoloji birləşmə olmalıdır. İndi onu izah edəcəm. Məsəl üçün, özündən çıxmaq birləşməsinin sinonimi zəncir çeynəmək və hirsi başına vurmaq sözləridir. Özündən çıxmaq, testdə belə bir toplumda daha çox məqamlar var. Deyir, özündən çıxmaq qarşılığını verir əsəbiləşmək. O saat biz
Məsəl üçün buna tutaq ki, bir B variantıdır. Hə, qaralayırıq ki, fisioda bu düzdür. Amma düz deyil axı. Birinci tərəf frazoloji birləşmədir, razıyam. Amma onun qarşılığı da frazoloji birləşmə olmalıdır axı. Bu həqiqi mənalıdır. Əsəbləşmə həqiqi mənalıdır. Özündən çıxmaq, onun qarşılığı sinonim kimi belə verilər. Zəncir çeynəmək, hirsi, nə yazmışam bura, hirsi başına vurmaq və s. Yəni, özündən çıxmaq, əsəbləşmək mənasında deyil. Belə. Yəni, özündən çıxmaqda gözü heç nəyi görməmək mənasında işlədir. Yəni, biz frazoloji sinonimliyi tapanda, yaxın mənalığı tapanda birinci tərəfi frazoloji birləşmə kimi götürüb, həmçinin onun qarşılığını da frazoloji birləşmə kimi verməliyik. Eyni şey antonimliyə də aiddir. Məsəl üçün, xoşu gəlmək, frazoloji deməli birləşməsinin antonimi, xoşu gəlmək artıq bəyənməmək sözü deyil. Bəyənməmək bunun mənasıdır, anlamıdır, açmasıdır. Amma bu, bunun frazoloji antonim qarşılığı ola bilməz. Xoşu gəlmək, zəhləsi getmək olmalıdır. Frazoloji antonimidir. Belə. Özündən çıxmağa, məsəl üçün, şey də yaza bilərdik. Qarşılığı kimi, sinonim. Cin atına minmək. Bir də orada bəzi frazoloji birləşmələr var. Hirsi başına vurmaq, gözünə kül üfürmək, hirsi başına vurmaq əsəbləşmək mənasında, sonra gözünə kül üfürmək aldatmaq mənasında işlədilə bilir. Bu şəkildə frazoloji birləşmələrdən də demək olar ki, bizə ən lazımlı məqamları danışdıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.